O nərdivanı niyə gətirib? Gətirib ki, xanəndə zildən bəmə yenə bilsin. Görürsən, o cavanın güclü səsi var, ancaq təcrübəsi azdır. Tarçıdan aşıdır. Odur ki, zildə ilişib qalıblar. Bundan uzun nərdivan tapmadı. Bu da hesab altında qalmır. Apar bunu. Xoş gördük. Hə, Cəmil gəldi, indi onu aşağı indirər. Nə oldu? Niyə oxumursunuz, niyə sustunuz? Eşitmirsən Məşədi, Cabbar oxuyur. Nə olsun ki? O onlar üçün oxuyur, sən də bizim üçün oxuyur. Məşədi, Cabbar oxuyan vaxtda oxumaq günahdır. Bəlkə indi günah deyil, ha? Məşədi, sən bütün bu meşəni də bizə bağışlasan, yenə Cabbar oxuyan vaxtda biz ağzımızı açmarıq.